Salam, hörmətli tamaşaçılar, Dövlət İşi verilişində hər birinizi salamlayırıq. Prezident İlham Əliyevin 2006-cı il 25 may tarixli sərəncamına əsasən hər il ölkəmizdə iyunun 23-ü, yəni bugün dövlət qulluqçularının peşə bayramı günü kimi qeyd olunur. Elə bu səbəblə bugünkü verilişimizi məhz dövlət qulluğu mövzusuna həsr etmişik. Qonağımız Dövlət İmtahan Mərkəzinin Dövlət Strategiyası ilə İş və İnsan Kapitalının İnkişafı şöbəsinin müdiri Elnur Abbasovdur. Xoş gördük Elnur müəllim. Necəsiz? Çox sağ olun, yaxşı olasınız. İşləriniz necədir? İşlər də yaxşıdır. Mən də hər birinizi salamlayıram və fürsətdən istifadə edib 23 iyun Dövlət Qulluqçularının Peşə Bayramı münasibətilə hər bir dövlət qulluqçusunu səmimi qəlbdən təbrik edirəm. Elnur müəllim, başlayaq Dövlət İmtahan Mərkəzinin dövlət qulluğu ilə bağlı gördüyü işlərdən. Ümumiyyətlə, hansı işlər görünür, hansı yeniliklər var? Buyurun. Çox sağ olun. Dövlət İmtahan Mərkəzi öz nizamnaməsinə uyğun olaraq dövlət qulluğu sahəsində bir çox məsələlərə cəlb olunub. Bunlar genişdir. Mən bəzilərini qeyd edim ki, Dövlət İmtahan Mərkəzi dövlət orqanlarında mövcud olan vakant vəzifələrin elana təqdim edilməsi, həmin vakant vəzifələr üzrə təyinat prosesinin aparılması, həmçinin dövlət qulluğuna qəbul üzrə test imtahanlarının keçirilməsi, dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi üzrə test imtahanlarının keçirilməsi, dövlət orqanları tərəfindən təqdim edilən müsahibə proqramlarının hazırlanması prosesi, dövlət qulluğuna qəbul müsahibələrində nümayəndənin təqdim edilməsi, dövlət qulluğu sahəsində qanunvericilik bazasının formalaşdırılması və təkmilləşdirilməsi, həmçinin dövlət qulluqçularının etik davranış qaydaları ilə bağlı hesabatların hazırlanması və Azərbaycan Respublikasının prezidentinə təqdim edilməsi, dövlət qulluqçularının etik davranış qaydaları ilə bağlı və korrupsiya qarşı mübarizə üzrə maarifləndirilməsi, bu ildən bildiyiniz kimi təlim strategiyası qüvvəyə minib, təlim strategiyasının icrası ilə bağlı məsələlər və əlbəttə ki, dövlət qulluqçularının reyestrinin aparılması prosesində Dövlət İmtahan Mərkəzi fəal rol oynayır. Ümumilikdə bir dövlət qulluqçusunun yetişdirilməsi çətin bir yoldur və bu çoxlu, belə deyim, əmək sərf edən bir prosesdir. Amma ümumilikdə dövlət qulluğunun üstünlüyü nədən ibarətdir? Yəni bu qədər əziyyətin yəqin ki, özünə məxsus üstünlükləri var. Dövlət qulluğunun üstünlüklərini ümumiləşdirən zaman ilk öncə onu qeyd etmək istəyirəm ki, Azərbaycan Respublikası Konstitusiyasının 55-ci maddəsində vətəndaşların dövlətin idarə edilməsində iştirak hüququ var. Dövlət qulluqçu olaraq vətəndaşlar bu hüquqlarını reallaşdıra bilirlər. Bundan əlavə olaraq qeyd edək ki, xüsusilə ali təhsil müəssisələrini yeni bitirən şəxslər və karyerasını yeni başlayan şəxslərdə adətən iş təcrübəsi istənilir işə başlanan zaman. Dövlət qulluğunda vacib üstünlüklərdən biri ondan ibarətdir ki, İnzibati icraçı vəzifələrdə, məsləhətçi vəzifəsində, aparıcı məsləhətçi vəzifəsində, həmçinin regionlarda böyük məsləhətçi vəzifəsində dövlət qulluqçu olan zaman heç bir iş təcrübəsinə ehtiyac yoxdur. Yəni şəxs heç bir stajı olmadan, staj sınaq müddətini keçərək dövlət qulluğunda öz fəaliyyətini başlaya bilər. Bu da gənclərə çox geniş imkanlar verir. Bundan əlavə olaraq digər üstünlükləri qeyd edə bilərik ki, bilirik ki, müxtəlif ixtisaslar var, müxtəlif ixtisaslar qrupu var. Şəxslər öz aldıqları ixtisasa uyğun olaraq dövlət qulluğunda müxtəlif vəzifələr tuta bilərlər. Yəni elə bir ixtisas yoxdur ki, həmin ixtisasa uyğun olmayan dövlət qulluğu vəzifəsi olmasın. Yəni mühəndis dövlət qulluqçusu da var, mühasib dövlət qulluqçusu da var, aqronom dövlət qulluqçusu da var, hüquq sahəsini bitirmiş şəxslərdə çalışan dövlət qulluqçuları da var. Bu da fəaliyyət sahəsinin genişliyinə imkan yaradır. Həmçinin əlbəttə digər maddi məsələlər, dövlət məvacibi ilə bağlı məsələlər, pensiya təminatı və s. Bunlar dövlət qulluğunu vətəndaşlara verdiyi üstünlüklərin kiçik bir qismidir. Düşünürəm ki, bu məqamdan çox insan xəbərsiz idi ki, məhz elə bir ixtisas yoxdur ki, onun dövlət qulluğu olmasın, dövlət qulluqçusu olmasın. Aqronomun belə dövlət qulluqçusu var. Müxtəlif ixtisaslar qrupu var. Bu ixtisaslar qrupuna əsasən şəxslər ali təhsil sənədi əldə edirlər və bu ali təhsil sənədlərinə əsasən inzibati vəzifələrin tutulması üzrə çox geniş fəaliyyət sahəsi var. Qeyd etdiyimiz kimi istənilən ixtisasa uyğun olaraq dövlət qulluğunda vəzifələr mövcuddur, qeyd etdiyimiz sahələr və bunlar da əlbəttə hər bir şəxsin dövlət qulluqçu olmaq imkanını yaradır. Gələk əsas məsələyə. Dövlət qulluğuna qəbulun şərtləri nədən ibarətdir və necə aparılır qəbul prosesi? Dövlət qulluğunun şərti ilə bağlı Dövlət qulluğu haqqında qanunda geniş
izah var. Qeyd edək ki, 16 yaşı tamam olmuş, dilindən, dinindən, cinsindən, irqindən, sosial durumundan asılı olmayaraq, istənilən Azərbaycan Respublikasının vətəndaşı dövlət qulluqçusu ola bilər. Dövlət qulluğunda vəzifələr inzibati və yardımcı vəzifələrə bölünür. İnzibati vəzifələrin tutulması üçün ali təhsil şərtdir. Yardımcı vəzifə tutmaq üçün isə ali təhsil şərt deyil, orta ümumi təhsil sənədi ilə şəxs dövlət qulluqçusu ola bilər. Dövlət qulluğuna qəbul prosesi nə Dövlət İmtahan Mərkəzi cəlb olunub, istər test imtahanlarında, istər müsahibələrdə. Şəxs dövlət qulluqçusu olmaq istəyən zaman cari vəziyyətdə Dövlət İmtahan Mərkəzi tərəfindən rəhbər və inzibati icraçı vəzifələr üzrə test imtahanları keçirilir. Test imtahanında şəxs iştirak edir. Test imtahanlarında qanunvericilik bilikləri ölçülür, informasiya texnologiyaları ilə bağlı biliklər ölçülür, Azərbaycan dili bilikləri ölçülür və məntiq testlər olur. Test imtahanında uğurlu nəticə əldə edən şəxs dövlət qulluğu sertifikatı əldə edir. Dövlət qulluğu sertifikatı 5 il qüvvədədir. Yəni 5 il ərzində vətəndaş əldə etdiyi sertifikata uyğun olaraq dövlət orqanları tərəfindən təqdim edilmiş vakant inzibati vəzifələrə müraciət edə bilər. Müraciət etdikdən sonra şəxslə müsahibələr təyin olunur, müsahibə qrafikləri formalaşdırılır və şəxslər müsahibələrə cəlb olunur. Müsahibədə uğurlu nəticələr əldə edən şəxslərin isə təyinat və ehtiyat kadr siyahısına daxil edilməsi prosesi başlanır. Qeyd edim ki, sadaladığım bütün bu proseslər Dövlət İmtahan Mərkəzi tərəfindən elektronlaşdırılıb. İstər ilkin olaraq test imtahanlarında iştirak, istər müsahibə qrafiklərin formalaşması, müsahibələrin təşkili, təyinat prosesləri, bütün bu proses elektronlaşır və vətəndaş Dövlət İmtahan Mərkəzinin veb səhifəsində dim.gov.az saytı ilə qeydiyyatdan keçərək şəxsi kabinet açır və bu şəxsi kabinetdə bütün bu prosesləri reallaşdıra bilir. Çox maraqlı bir məqama toxundunuz. Ali təhsili bitirmədən də vətəndaş dövlət qulluğuna imtahan verə bilər. Və sonra onun vəzifə artımında bu müəyyən belə deyim, məhdudiyyətlər yaratmır ki? Vəzifə artımında əgər yardımcı vəzifəsi artacaqsa, bu heç bir məhdudiyyət yaratmır. Ancaq əlbəttə inzibati vəzifənin tutulması şərtində ali təhsil tələbi var. Əgər şəxs yardımcı vəzifədə çalışdıqdan sonra yenidən inzibati vəzifəyə keçmək istəyirsə, o zaman əlbəttə ki, ali təhsil sənədinin, müvafiq ali təhsil sənədinin olması vacibdir. Və dövlət qulluğunda insan kapitalının inkişafı ilə bağlı hansı işlər görünür? Biraz da bundan danışaq. Dövlət İmtahan Mərkəzi dövlət qulluğunda insan kapitalının inkişafı prosesinə də aktiv cəlb olunub. Qeyd edim ki, Azərbaycan Respublikasının 2022-2026-cı illəri əhatə edən sosial-iqtisadi inkişaf strategiyasına uyğun olaraq, həmçinin Naxçıvan Muxtar Respublikasının 2023-2027-ci illəri əhatə edən strategiyaya uyğun olaraq burada dövlət sektorunda insan kapitalının inkişafı ilə bağlı məsələlər var və Dövlət İmtahan Mərkəzi bu prosesdə əsas icraçı qurumdur. Dövlət qulluğunda insan kapitalının inkişafı ilə bağlı Dövlət İmtahan Mərkəzi tərəfindən Bakı şəhərində, regionlarda və Naxçıvan Muxtar Respublikasında dövlət qulluqçuları təlimlərə cəlb olunur. Qeyd edim ki, 2023-cü il avqust ayından etibarən bu təlimlər həm regionlarda, həm Bakı şəhərində keçirilir və artıq Naxçıvan Muxtar Respublikasında da bu təlimlər keçirilir və bu təlimlərə 15 minə yaxın iştirak qeydə alınıb. Gördüyünüz kimi çox ciddi bir rəqəmdir, çox bir vacib bir nəticədir. Təqribən dövlət qulluqçularının 70-75% qədəri bu təlimlərdə iştirakçı qeydə alınır. Bu təlimlər 12 iqtisadi rayonlar üzrə keçirilir, müxtəlif mövzularda təlimlər təşkil olunur. Burada funksional təlimlər var, həmçinin yumşaq bacarıqlarla bağlı təlimlər var ki, burada da dövlət qulluqçuları bu proseslərə cəlb olunur. Bununla bağlı olaraq Dövlət İmtahan Mərkəzi tərəfindən təlimlərin elektron idarə edilməsi sistemi hazırlanır. Bu sistem artıq hazırdır və biz planlaşdırırıq gələn ildən bu sistemə həm dövlət orqanları, həm təlim-tədris mərkəzləri, həmçinin fərdi təlimçilər inteqrasiya edə bilsinlər və bütün bu proses elektronlaşsın. Prosesin elektronlaşması daha əlçatan, daha hesabatlı nəticələrin əldə olunmasına imkan yaradacaqdır. Çıxışınızın əvvəlində də qeyd etdiniz ki, Dövlət İmtahan Mərkəzinin gördüyü işlər siyasında, məhz bu istiqamətdə gördüyü işlər siyasında təlim strategiyası da var, artıq qüvvəyə minib. Strategiyanın üstünlüyü, əhəmiyyəti bu barədə danışaq. Bu ildən təlim strategiyası dövlət qulluqçusunun 2025-2030-cu illəri əhatə edən təlim strategiyası qüvvədədir. Təlim strategiyası özü
Azərbaycan Respublikasında dövlət qulluğunun 2019-25-ci illəri əhatə edən inkişaf strategiyası əsasında formalaşıb. Təlim strategiyası dövlət qulluqçularına imkan yaradacaq ki, onlar istər funksional sahələri üzrə, istər ümumi səriştələrinin inkişafı ilə bağlı, istər yumşaq bacarıqların inkişafı ilə bağlı təlimlərə cəlb olunsun. Bu təlimlərə cəlb olunmaq onların inkişafına, karyera inkişafına imkan yaradır və bu təlimlər il boyu keçirilməsi nəzərdə tutulur. Təlimlər həm Dövlət İmtahan Mərkəzi tərəfindən təşkil olunacaqdır, həmçinin dövlət orqanlarında bu prosesə aktiv və dövlət orqanlarında mövcud olan təlim-tədris mərkəzlərində prosesə aktiv cəlb olunması nəzərdə tutulur və təlim strategiyasında istər ilk dəfə dövlət qulluğuna qəbul olan şəxslər üçün adaptasiya təlimləridir, istər dövlət qulluqçuların icbari iştirak etməli olduqları dövlət qulluğunda etik davranış qaydaları ilə bağlı təlimlərdir, insan resursları sahəsi ilə bağlı təlimlərdir, dövlət qulluğunda xidməti fəaliyyətin qiymətləndirilməsi, qanunvericinin tətbiqi ilə bağlı təlimlərə dövlət qulluqçuları cəlb olunacaqdır və bu da bu təlimlərin əlbəttə iştirak edən şəxslərin də sertifikatlaşması prosesi həyata keçirilir. Biz hal-hazırda da dövlət qulluqçularına təlimlərdə iştirakla bağlı sertifikatlar təqdim edirik. Bu proses də tamamilə elektronlaşıb və təlim strategiyasının 2030-cu ilə qədər aktiv istifadəsi nəzərdə tutulur. Elnur müəllim, bəs dövlət qulluğunun təbliği, təşviqi ilə bağlı hansı işlər görülür? Çox vacib bir məsələyə toxundunuz. Dövlət qulluğunun təbliği, təşviqi də çox önəmli bir prosesdir. Çünki ali təhsil müəssisələrinin yuxarı kurs tələbələri, magistr tələbələri, həmçinin ümumiyyətlə gənclərin dövlət qulluğu barədə məlumatlandırılması prosesində Dövlət İmtahan Mərkəzi aktiv olaraq iştirak eləyir. Bu həm məşğulluq strategiyasının bir tərkib hissəsidir, həmçinin dövlət qulluğunun inkişaf strategiyasının tərkib hissəsidir. Bununla bağlı Dövlət İmtahan Mərkəzi tərəfindən Bakı şəhərində və regionlarda yerləşən ali təhsil müəssisələrinin yuxarı kurs tələbələri ilə görüşlər keçirilir. Onlara dövlət qulluğu ilə bağlı təqdimatlar təqdim olunur. Dövlət qulluğu ilə bağlı məlumatlandırılır. Qeyd edim ki, biz yalnız Bakı şəhərində deyil, Gəncə, Mingəçevir, Lənkəran, Quba, Ağcabədi və bu il artıq Qazax şəhərində də yuxarı kurs tələbələri ilə görüşlər keçirmişik. Və ümumilikdə bu prosesdə də 3000-ə yaxın şəxs cəlb olunub ki, o şəxslər də dövlət qulluğu haqqında maarifləniblər və onların nə üçün dövlət qulluqçu olmaq, onlara nə verəcək, nə əldə edəcəklər bu barədə də geniş məlumatlar verilir və biz onlara əlbəttə maarifləndirici sənədlər də təqdim etmişik və daim olaraq da yuxarı kurs tələbələri, magistr tələbələri və ümumiyyətlə dövlət qulluğu ilə maraqlanan şəxslərlə əlaqədəyik. Hansı yeniliklər gözlənilir dövlət qulluğu sahəsində? Dövlət qulluğu sahəsində əsaslı yeniliklər gözlənilir. Biz xüsusilə Dövlət Qulluğu Məcəlləsinin qüvvəyə minməsi ilə bağlı işlər görürük. Dövlət Qulluğu Məcəlləsi qüvvəyə mindikdən sonra əsaslı dəyişikliklər dövlət qulluğuna qəbul prosesində, dövlət qulluğunda fəaliyyətin qiymətləndirilməsində nəzərdə tutulur. Burada ən vacib məsələ səriştə əsaslı dövlət qulluğuna qəbuldur. Yalnız bilik bacarıqlar deyil, həmçinin səriştələrin ölçülməsi, qiymətləndirilməsi prosesi var və burada da istər ümumi səriştələr, istər funksional səriştələr, yəni şəxsin zəruri fərdi keyfiyyətlərinin ölçülməsi, onun peşə biliklərinin ölçülməsi prosesi və bundan irəli gələn digər məsələlər dövlət qulluğunda gözlənilən əsas yeniliklərlə bağlıdır. Düşünürəm ki, ən vacib məsələyə toxunmadıq. Yaş məsələsi. Neçə yaşa qədər olan insanlar müraciət edə bilərlər? Dövlət qulluğunda yaş məhdudiyyəti ilə bağlı məsələ dövlət qulluğu haqqında qanunda qeyd olunub. 16 yaşı tamam olmuş şəxslər dövlət qulluqçu ola bilər. Yəni bu əlbəttə yardımçı vəzifənin tutulması ilə bağlıdır və 65 yaşa qədər dövlət qulluqçusu olmaq göstərilir. Ancaq əlbəttə 65 yaşdan sonra 5 dəfə 1 il müddətinə həmin müddət artırıla bilər. Burada da bir çox meyarlar nəzərə alınır, şəxsin qiymətləndirilməsi, mükafatlandırılması ilə bağlı məsələlər də öz əksini tapır. Bir sözlə təkcə gənclər yox, karyerasının müəyyən bir pilləsinə çatmış şəxslər də dövlət qulluğuna müraciət edib, imtahan verib, karyerasında yeni bir pillənin başlanğıcının əsasını qoya bilərlər. Düşünürük ki, dövlət qulluğu ilə bağlı bizə qaranlıq olan, elə mənə də qaranlıq olan bir çox məqamlara aydınlıq gətirdik. Hər birinizə uğurlu karyera yolu arzu edirik. Bugünlük bizdən bu qədər. Növbəti dövlət işində görüşənədək sağ olun.